sonuncu sualların izahlarına baxırıq. Deməli, C medianların kəsişmə nöqtəsidir. Bizdə isə verib BK bərabərdir KC-yə və bir sahəni verib 6. Bura 6-dırsa, məlum məsələ bura 6-dır və medianlar sahələri bərabər hissələr verir. Burada 12-dir, burada 12-dir, 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 12-dir. Bildiyimiz üzrə hesab edəcəyini bizdən soruşur. 1, 2, 3, 4, 5, 60, üstə gəl 12, 72. Çox sadə bir primitiv məsələ idi, əziz və dəyərli şagirdlər. Növbəti sualda ABC çubuğunda DBY DAY-yə bərabərdir. DBY DAY-yə bərabər. Bura bir alfa, bura bir alfa deyək müvafiq olaraq. CD 4-ə bərabərdir. Bu hissədə verib. Bu şagirdim bunu çox gözəl üsulla həll edib. Bizdə deməli burada çevrə çəkib şagirdim. Deməli, bu çevrəni çəkəndə bildiyimiz kimi 2 dənə kəsən var. Kəsənlər arasında münasibəti biz bilirdik. Yazıdadsa belə bir münasibət var idi. Bura A, bura B, bura C, bura D idisə A vurulsun A plus B bərabərdir C vurulsun C plus D idi. Biz isə bunu belə deyək 2 vurulsun 2 plus x bərabərdir 4 vurulsun 4 plus 3 formasında yaza bilərik. 2, o da bizə 7, 4'üm 28, 2'ye 14, 2 plus x bərabərdir 14 və x bərabərdir 12. Məsələn üçün doğru cavabı Y variantı oldu şagirdlər. Hər birinizə uğurlar diləyirəm və düşünürəm ki, bu olimpiyada çox rahat keçdi. Qaydaların dəyişməsinə baxmayaraq çox rahat keçdi. Digər siniflərin həlli üçün kanala abunə olub izləməyi unutmayın. Sağ olun.